Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 27 Şubat 2026 Cuma. Bakü Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Eli. Bütün dinleyicilerimizi salamlayıram. Ali Bey, bugünkü notlara şöyle bir göz gezdirdim de güne hem önemli hem de hüzünlü bir haberle başlıyoruz sanırım. Hocalı soykırımının yıl dönümüyle ilgili bir gelişme var. Bəli Özlem Hanım. Dünən soyqırımın 34. yıl dönümüydü. D.Az saytının yazdığına göre Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Xocalını ziyarət edərək qurbanların xatirəsinə ucaldılmış yeni abidə kompleksinin açılışını ediblər. Azerbaycan halkının acısını bir kez daha paylaşıyoruz. Peki şimdi biraz daha iç siyasete dönelim. Dünkü yayınımızda muhalif siyasetçi Tevfik Yaqublu'dan bahsetmiştik. Durumunda bir değişiklik var diye not düşmüşsün. Bəli, vəziyyət dəyişib. BBC Azərinin məlumatına görə cəza çəkmə müəssisəsində saxlanılan Tevfik Yaqublu karserə salınıb. O da bu qərara etiraz olaraq aclıq aksiyasına başladığını elan edib. Bir dakika, karser dedin. Bizde de benzer bir kelime var ama tam olarak ne anlama geliyor sizin dilde? Bizdə karser tək adamlıq, sərt rejimli yaza otağı deməkdir. Siz buna məncə tecrid hücrəsi deyirsiniz. Anladım, tecrit hücresi. Durumu daha da endişe verici bir hal almış yani. Yine benzer bir haber tutuklu bir gazeteciyle ilgili. Ülviye Ali'nin cezaevinde tehdit edildiği iddia ediliyor. Bəli, bu xəbəri müxalif media quruluşu olan Azadlıq Radiosu yayıb. Onların iddiasına görə Meydan TV işi üzrə həbsdə olan jurnalist Ülviyə Əli saxlandığı istintaq təcridxanasında təhdidlərə məruz qalıb. Hələlik rəsmi qurumlardan bir açıqlama gəlməyib. Anladım. Siyasetten devam edelim. Notlarında Cumhurbaşkanı Aliyev'in Erivan'da bir zirveye katılmayacağı bilgisi var. Nedenmiş? Xarici İşlər Nazirliyi Prezident İlham Əliyevin may ayında İrəvanda keçirilməsi planlaşdırılan zirvəyə qatılmayacağını açıqlayıb. Azadlıq Radiosunun yazdığına görə rəsmi səbəb kimi prezidentin gərgin iş qrafiki göstərilib. Programı yoğundur, anlıyorum. Peki şimdi ekonomiye geçelim. Kredilerle ilgili pek de iç açıcı olmayan bir haber var galiba. Bəli, Azadlıq Radiosunun başqa bir xəbərinə görə Azərbaycanda son bir ildə vaxtı keçmiş kreditlərin məbləği artıb. İqtisadçılar bunun ev təsərrüfatlarının borclanması üzərindəki potensial təsirlərindən narahatdılar. Bu borçluluk meselesi her yerde aynı sanırım. Bir de kentsel dönüşümle ilgili bir tartışma notu görüyorum. Tazminat miktarları beğenilmemiş anlaşılan. Elədir. D.Az saytının məlumatına görə Bakıda və başqa şəhərlərdə sökülən binaların sahiblərinə təklif edilən təzminat məbləğləri narazılıq yaradıb. Sakinlər təkliflərin bazar qiymətindən qat-qat aşağı olduğunu deyirlər. Güldüm. Bu hikaye bana o kadar tanıdık geldi ki bizde de binanız yenilenecek derler, sonra bir bakmışsın elindeki de gitmiş. Neyse, daha olumlu haberler de var. Okul müdürü atamaları ile ilgili bir gelişme varmış. Bəli, bu daha müsbət bir xəbərdir. Ölkə üzrə direktoru olmayan 69 məktəbə rəhbər təyin olunması üçün elektron qeydiyyat başlayıb. Namizədlər onlayn şəkildə müraciət edə biləcəklər. Harika. Günü sporla kapatalım o zaman. Yüzümüzü güldüren bir haber var Tiran'dan. Bəli, Albaniyanın paytaxtı Tiranada keçirilən güləş turnirində Azərbaycan güləşçisi bürünc medal qazanıb. Bu da günün sevindirici xəbəridir. Harika bir başarı. Tebrik ediyoruz. Ali, bugünkü notlar için çok teşekkürler. Yine dop doluydu. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.